Göyçayda Vətən müharibəsi şəhidi Sənan Məmmədovun anım mərasimi keçirilib. Göyçayda Vətən müharibəsinin qəhrəman şəhidi Sənan Tehranoğlu Məmmədovun şəhadətinin 5-ci il dönümü münasibəti ilə anım mərasimi keçirilib. Tədbirdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, məktəblilər və şəhidin ailə üzvləri iştirak ediblər. Mərasim şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Çıxış edənlər qəhrəman şəhid Sənan Məmmədovun döyüş yolundan vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi igidlik və fədakarlıq nümunələrindən danışıblar. Sənan Məmmədov 2002-ci il iyulun 27-sində Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. Azərbaycan ordusunun əskəri kimi 2020-ci il sentyabrın 27-sində başlayan vətən müharibəsində iştirak edib. O, oktyabrın 21-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu Göyçay rayonunda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Sənan Məmmədov ölümündən sonra vətən uğrunda və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib. Anım mərasimi məktəblilərin vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərlə davam edib. Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb və xatirə fotoları çəkdiriblər. Mərasimdə şəhidin atası Tehran Məmmədov da çıxış edərək tədbir iştirakçılarına, dövlət nümayəndələrinə və bütün iştirakçılara göstərilən diqqət və qayğıya görə öz dərin təşəkkürünü bildirib. Sonda şəhid Sənan Məmmədovun xatirəsinə ehsan süfrəsi təşkil olunub. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.